Salam əziz müəllimlər və abituriyentlər. Bugün sizinlə İblis faciəsinin təhlili ilə bağlı müxtəlif məqamlara baxmış olacaq. Təhlildə orijinaldan da hissələr var. Bilirsiniz ki, müəllimlərin işə qəbul imtahanına orijinaldan düşür və abituriyentlər üçün də bu çox faydalı materialdır. Çünki bu əsər elə əsərdir ki, sən onu orijinaldan oxumasan tam başa düşməyəcəksən. Ona görə də gəlin vaxt itirmədən keçək təhlilə və videonun sonuna qədər izləyin. Əmin olun ki, faydasını görəcəksiniz. Başlayaq. Hadisələr Bağdad ətrafında cərəyan edir. Demək, belə nəticə qazanırıq ki, hadisələrin baş verdiyi konkret məkan bizə məlumdur. Harada baş verir? Bağdadda. İlk səhnədə ağaclıq, mənzərəli güşə canlandırılır. Yaşıllıqlarla əhatələnmiş çardaq, içi sadə həsirlə döşənmiş qülbə təsvir olunur. Qülbənin içərisində bir tərəfdə yığılmış kitablar diqqəti cəlb edir. Hadisələr avqust ayında təsvir olunur. Pərdə açıldıqda Arif bir tərəfdə taxta çarpayı üzərində uzanaraq xəyala dalmışdır. Səhnə qaranlıqdır. Çöldə ildırım çaxır. Top, tüfəng səsləri gəlir. Səhnənin digər tərəfində alovlar içərisində müharibə təsvir olunur. Pəncərələrin birində iblis, digərində mələk görünür. İblisin məmnun qəhqəhəsi eşidilir. Dəryalara hökm edən tufandan, səhraları sarsıdan vulkandan, qan tökən, evlər yıxan insanlardan olduqca iblis məmnundur. Mələk ilahiyə müraciət edərək bu dəhşəti, fəlakəti, insanların nə üçün törətdiklərini soruşur. İnsanların iblisə uyduğunu, heç kimdə nə üçün insaf olmadığı soruşulur. İblisin qəhqəhəsi ilə göy gürültüsü, top, mərmi səsləri başlayır. Sonra isə sükut. İblisin qəhqəhəsi yenidən eşidilir. Topların aləmi dəhşətə gətirməsi, sanki qiyamətin qopması, göydən yağan atəş, yağmuru ona zövq verir. Mələk ilahiyə yenidən müraciət edərək mərhəmət diləyir. Bəşəriyyətin məhvə doğru getməsi, iblisə uyması onu narahat edir. Demək, mələyin narahat edən məqam nə idi? Bəşəriyyətin məhvə doğru getməsi, iblisə uyması. Aydındır. Arif sanki yuxudan oyanmış kimi gözlərini ovuşdurur, yerindən qalxıb göyə doğru. Ey ulu tanrı, ey hikmət sahibi, düşündükcə qəlbim qara olur. Min şübhəli nöqsan dolur. Bu hikmətləri duyduqca hər cür həqiqət mənə gülməli görünür. Bülbüllərin səsi, ulduzların şöləsi, hamısı zülmət içindədir. İndi mənim könlümə ilham olmaz. Ey varlığı yox, yoxluğu vardan daha dilbər olan Tanrı, ruhum səni izləyir. Lütf edib çöhrəni mənə göstər. Könlüm səni istər. Peyğəmbərə, kitaba inansam, yenə ürəyim sıxılır. Başdan başa qəzəb, tövbə hamısı zəifliyə əlamətdir. Hər fəlsəfəsi gözəl xəyal olsa da rəhbərə vicdan yoxdur. Sənsiz qəlbimə, vicdanıma elm şöləsi doğmaz. Ey yanıma in. Ya da deyir, ya yanıma in, ya da məni göylərə qaldır, qucağında dindir. Məni yüksəkliklər qaldır evində, məni yüksəkliklərə qaldır, evində gəzdir. Yerlərdə süründüm, göylərə yetişdir. Baxım, görüm cənnətdə mələklər gözəldirmi? Məni göylərə qaldır ki, insanlarda olan zülmü görməyim. Demək, göylərə qaldırmasının da istəyi nə idi? İnsanlardan uzaq olmağı. Aydındır. Yerlərə yetişməyinin də səbəbi nə idi? Yəni yetişmək istəməyin səbəbi nə idi? Cənnətdə mələklərin gözəl olduğunu görməyi istəyirdi. Deyir ki, bax yer üzü inləyir. Ya Rəbb, bu cinayət, bu xəyanət, bu səfalət nə vaxt sona yetəcək? İnsanlarda varkən iblisə ehtiyac varmı? Yəni insanlarda zülm, zillət varkən iblisə nəyə ehtiyac? İblisə nə hacət? Daha sonra yorğun halda stola əyləşir, səhnənin işığı azalır. İblis istehzalı qəhqəhələrlə yerdən alovlar içərisindən çıxar, ətəkləri rəngarəng, parlaq paltar içərisindədir. İblis Arifə müraciət edərək deyir ki, Arif, mənə bax, sən də mi tərəddüdə düşdün? Çarəsiz uşaq, sən də mi iblisə ilişdin? Dahilər, peyğəmbərlər məndən gizlənə bilmir. Sənsə daim məni təhqir edərək əylənirsən. Daim söylənirsən. Bir gün gələr, sən də iblisin əlinə düşərsən. İblis, o böyük qüdrət sahibi, o atəşli müəmma bir gün səni özünə qul edər. Amma heç kim sənin fəryadına gəlsə də imdad etməz. Ridasının ətəklərini Arifin üzünə sürtüb qəhqəhələrlə çəkilib gedər. Arif saçları qarışıq, əsəbi halda gəlib ixtiyardan dərdinə çarə tapmasını istəyir. Demək, Arif kimdən dərdinə çarə tapmasını istəyir? İxtiyardan.
İxtiyar ondan dərdinin nə olduğunu soruşur. Arif ondan beynini, qəlbini açmasını istəyir. Sonra aça bilməyəcəyini söyləyir. Ona yaxınlaşmamasını istəyir. Dərdinə dərman istəyir. İxtiyar ona müraciət edərək mədəni aləmə nifrətlə baxıb bədəviyə çevrildiyini, insandakı zülmü, haqsızlığı unutmasını istəyir. Bax burada bu istək ixtiyara aiddir. Xavərə yox. Bu obrazların adı bəzən qarışdırılıb testə salınır. Qəlbindəki nifrəti, vəhşəti yandırmasını istəyir. 100, 1000 nəfər deyil, iblisə uyan. Bütün bəşəriyyət onun əlindədir. Evlər yıxıb, qan içməyə adət etmişlər. Deyir oğlum, Arif, bunları unut, bu gedişlə özünü məhv eləyəcəksən. Arif acı qəhqəhələrlə cavab verir. Bunları unutmaq mümkündürmü? Bu vəhşətə necə dayanmaq olar? İnsanlar, vəhşilər belə insanlarda olan vəhşiliyə heyrandır. Göylərə baxaraq bu cinayət, bu fəlakət bitməyəcəkmi? Bu qədər səbrə nə ehtiyac var? Deyir. Buyruq ver, cəhənnəmlər açılsın, bütün atəşlər dünyaya saçılsın, yandırsın bütün bəşəriyyəti, yer üzü bir ah olaraq göylərə çıxsın. Bu sırada dəhşətli göy gürultusu başlayır. Gürultu ilə iblisin şiddətli qəhqəhələri eşidilir. İxtiyar məyus və düşüncəli halda qülbədən çıxar. Arif əli alnında gürultuya qulaq asar. Səhnə qaranlıqlaşar, iblis Arifin qarşısına keçər. Arif çaşqın halda fəsini başına qoyaraq, kimsən, nəçisən? Demək bura qədər hələ Arif iblisin kim olduğunu bilmirdi. Haradan gəlib, haraya gedirsən? İblis məğrur qəhqəhələrlə indi atəş, əvvəl isə mələk olduğunu. Və bunlara diqqət edin, hamısı test materiallarıdır. Deyir ki, indi atəş əvvəllər mələk olduğunu, əvvəllər dindar olub Xaliqə təsbih etdiyini, ilk öncə mələklərin ona sitayiş etdiyini, Adəm kimi bir sayğısızın ona ləkə vurduğunu söyləyir. Mən bu məqamı dəfələrlə testdə görmüşəm. Diqqətli olun. Lakin bununla nəinki onun şöhrəti azaldı, hətta indi Allah ilə adının bir zikr edildiyini deyir. Arif artıq izaha ehtiyac olmadığını, qarşısındakının iblis olduğunu söyləyir. Lakin bu cahanın xain əlində məhv olduğunu, iblisin onun yanına niyə gəldiyini anlamadığını deyir. İblis deyir ki, baxdım ruhunu narahatlıq əsarət altına alıb. Gəldim ki, sənin qəlbinə həqiqət nuru bəxş edim. Demək, iblis Arifin yanına niyə gəldiyinin səbəbini açıqlayır. Nə idi? Deyir ki, sənin qəlbinə həqiqət nuru, nuri həqiqət vermək üçün gəldim. Arif isə ona uymayacağını, onun lənətinin əyan olduğunu, gedib satqınları, azğınları aldatmasını söyləyir. Sən mənə hürriyyət bəxş edə bilməzsən, hürriyyət azadlıq deməkdir. Zülmət içindəykən həqiqət nuru verə bilməzsən. Demək bu məqamda Arif iblisin bu sözlərinə inanmır. İblis istehzalı qəhqəhəsi ilə onun xəta elədiyini deyir. Ateşi zülmət sanma deyir. Arif ikən aldanma. Zülmət deyiləm. Mənim sözüm də atəşdir. Atəş mənim özüməm. Üzüm, gözüm atəşdir deyir. Arif ona nura ehtiyacı olduğunu deyir. Atəşin ona nə lazım olduğunu soruşur. İblis atəşsiz nurun davamlı olmayacağını, günəşin bəşəriyyətin yaradılışın qıfılının atəş olduğunu söyləyir. Zərdüştü düşün. Onun fəlsəfəsi, fikri, dəhası insanlığı atəşə tapındırmaq idi. Bunu yalnız Zərdüş anladı. Arif məhv olsa da ona uymayacağını söyləyir. İblis qəhqəhələrlə çəkilib gedir. Arif ona əsəbi halda haydı. Görürsünüz, ilk əvvəllərdə Arif bir növ iblisə müqavimət göstərir də. Yəni ona uymayacağını bildirir. İblis qəhqəhələrlə çəkilib gedir. Arif ona əsəbi halda haydı, çəkil, yaxşı yol söyləyir. Bu vaxt səhnə yenidən işıqlanır. Xavər həyəcanlı gəlir. Arifdən yenə gözlərinə kimin göründüyünü soruşur. Arif onu qolları arasına alaraq soruşmamasını, bu kədərin onu məhv etdiyini söyləyir. Yanına gələn bax, Xavər daha iblis ixtiyar deyil. Yadda qalar bu məqam yəqin ki. Xavərin ona nə söylədiyini soruşmasına Arif köhnə xatirələrdən bəhs etdiyini deyir. Ətrafa sanki qarşısında Rənanı gördüyünü soruşur. Bax burada, demək, bu məqama gəlin təkrar baxaq. Arif onu qolları arasına alaraq soruşmamasını, bu kədərin onu məhv etdiyini söyləyir. Xavərin ona nə söylədiyini soruşmasına Arif köhnə xatirələrdən bəhs etdiyini, ətrafa sanki qarşısında Rənanı gördüyünü söyləyir. Xavər onda nəsə gizli bir söz olduğunu, Arif isə qorxmamasını söylər. Baxın, Xavər Arifi sevir, Arif də Rənanı sevirdi.
Bu sırada İxtiyar mən çox rastlaşmışam. Xavəri bəzən oğlan bilirlər. Xavər qadındır da. İxtiyar şeyxin nəvəsi idi. Yəqin ki, bu məqamda bilirsiniz. Bu sırada İxtiyar İbn Yəmin, Rəna, Zənci Çavuş və bir əsgərlə gəlir. İbn Yəmin İxtiyardan keyfini soruşur. İxtiyar ona heç bir qəminin olmadığını söyləyir. İbn Yəmin isti olduğunu söyləyib əsgərə atlara baxmasını tapşırır. Arif qarşısında Rənanı görüb ona yaxınlaşır. Adının Rəna olduğunu soruşur. Rəna da Arifi tanıyır. Bu hal İbn Yəmini narahat edir. Çünki belə bir məqam var. Bax, burada Arif Rənanı sevirdi. İbn Yəmin də Rənanı sevirdi. Ha, Rəna ilə evlənmək məsələsi filan evlənmir təbii ki. Kəbin kəsdirmək istəyirdi. O irəliləyən dəqiqələrdə, məqamlarda bu məqam var. Demək nə deyir? Bu hal İbn Yəmini narahat eləyirdi. Gəl görək niyə narahat eləyir? Arif onlardan hardan gəldiklərini soruşur. İbn Yəmin məğrur halda müharibədən gəldiklərini söyləyir. Arif ona öldürüb ölməyin mərdlik olsa, canavarın insanlardan daha hörmətli olduğunu vurğulayır. Aha, bu məqam düşür. Gəlir bu məqamı Arifin yerinə verir Elxan və yaxud da digər obraz. Qalırsınız belə çətin vəziyyətdə. Canavarın insanlardan daha hörmətli olduğunu vurğulayan kim idi? Arif. İbn Yəmin təbii ki, bunun əvəzində niyə deyir? Deyir, öldürüb ölməyin mərdliyi olsa, onda canavar insanlardan daha hörmətlidir. Çünki canavar daha çox öldürürdü. İbn Yəmin istehsalı qəhqəhələrlə bunun yanlış fikir olduğunu söyləyir. Yaşamaq istəyirsənsə, vuruşmağın lazım olduğunu vurğulayır. Hərbə gedib ya vuruşmağı, ya da məhv olmağı, bununla burada yetişməyin vacibliyini vurğulayır, deyir. Arif ona istehsa ilə bir əsgərin, bir millətin bu fikrə şərik çıxdığını, lakin bu sərsəmliyin dözülməz olduğunu bildirir. İxtiyar ona münaqişəni buraxmasını söyləyib Arifi oradan aparır. İbn Yəmin artıq gördü ki, Ariflə İbn Yəmin dava eləyəcək də. İbn Yəmin Rənadan Arifin filosof yoxsa dəli olduğunu soruşur. Rəna isə onun əqidəsinin bu olduğunu söyləyir. İbn Yəmin Rənadan Arifi haradan tanıdığını soruşur. Rəna yaxın qonşuları olduğunu söyləyir. Rəna Arifin İstanbuldan olduğunu. Aha, Arif haqqında daha detallı məlumatı Rənanın dilindən öyrənirik. Nə deyir? Arifin İstanbuldan olduğunu, kiçik yaşlarında evlərinin yandığını, yalnız kiçik qardaşı ilə onun qurtulduğunu, lakin sonradan qardaşını da itirdiyini deyir. İbn Yəmin Rənaya siz xavərlə söhbət edin. Biz baxaq görək ətrafda nə var, nə yox deyir. Rəna çarpayının üstündəki kitabların xavərinmi olduğunu soruşur. Xavər ona bu kitabları Arifin aldığını söyləyir. Rəna xavərdən su istəyir. İndi gəlin, burada bir qarışıq məqam var, ona diqqət edək. Demək, İbn Yəmin Rənaya siz xavərlə söhbət eləyin deyir. Biz baxaq görək ətrafda nə var, nə yox. Bu bir növ İbn Yəmin burada Arifdən uzaqlaşmağa görə bu situasiyanı qurur yaradır. Şübhələnmişdi də Arifdən. Arifdən ümumiyyətlə xoşu gəlmirdi. Rəna çarpayının üstündəki kitabların xavərin mi olduğunu soruşur. Bunlar orijinal məqamlardır. Təbii ki, MİQ-in qaymaq materiallarıdır. Müəllimlər daha diqqətli olmalıdır. Rəna çarpayının üstündəki kitabların xavərin mi olduğunu söyləyir. Xavər ona bu kitabları Xoca Nəsrəddin lətifələri, Min bir gecə. Bu kitabların adı nə idi? Xoca Nəsrəddin lətifələri, bir də Min bir gecə hekayələri. Arifin aldığını söyləyir. Demək, bu kitabları xavəri Arif almışdı. Bu məqamda Rəna xavərdən su istəyir. İbn Yəmin pəncərə qarşısında Çavuşla söhbət edir. Çavuş Arifin onlara bəla olacağını söyləyir. Demək, Arifin onlara bəla olacağını Çavuş deyirdi. Amma ondan da daha böyük bəlanın yanlarındakı əsgər olduğunu, Rənanın atasını öldürdüklərini gördüyünü deyir. Aha, bu məqamları biz Çavuşun dilindən öyrənirik. Yadda qalar, İbn Yəminin deyil. İbn Yəmin ona böyük bir ordunun, bir yığın insanın onun uğrunda qurban olduğunu, dövlətdə hörmət sahibi olduğunu deyir. Onun kimi bir ərəb necə ola bilər ki, bir uşaqdan çəkinə? Səhnədə burada bir növ Müsbət Fəxrəddin əsərində İbn Yəmini Rüstəm bəylə müqayisə eləyə bilərik. Orada Rüstəm bəy də Fəxrəddin barəsində düşünür. Deyir ki, yəni mən dünyanın uşağından qorxacağam. Yəni o məqam orada da var, onu uyğunlaşdırmaq olar. Səhnədə Ariflə Rəna görünər. Arif Rənaya onun yenidən görməyə xoş təsadüf olduğunu söyləyir. Ona bu vaxtsız gəlişinin onu nə qədər xoşbəxt etdiyini deyir. Bu məqam mən MİQ-də deyəsən görmüşdüm 2025-ci ildə. Bu məqamı görmüşdüm. Arif Rənaya onu yenidən görməyin xoş təsadüf olduğunu söyləyir. Ona bu vaxtsız gəlişinin onu nə qədər xoşbəxt etdiyini deyir. Rənaya burada onun qalmağı təklif edir. Onun qalmağını təklif edir. Rəna ona qismətdə varsa olar
deyir. Əslində burada Rəna niyə qismətdə deyir? Çünki Rəna demişdi ki, mən öz atamın qatilini tapan adama ərə gedəcəm. Bir növ İbn Yəmin də söz vermişdi ki, mən sənin atavın qatilini tapacağam. Ona görə Rəna da düşüb İbn Yəminin arxasınca. Güya ki, Rəna İbn Yəminin demək, güya ki, İbn Yəmin Rənanın atasının qatilini tapacaq. Əslində, yəni İbn Yəminin fikri nə idi? Rəna ilə ailə qurmaq. Yəni onu yalandan öz arxasına salıb gəzdirirdi bir növ. Belə sonraki məqama baxaq. Arif İnandan bu qanlı zabitin yanında nə işi olduğunu soruşur. Yəni bu qismət məsələsi də ona görədir ki, yəni deyir ki, qismətdə varsa olar deyir. Yəni bir növ ona işarə eləyir ki, bəlkə də sən taparsan atamın qatilini, yəni bəlkə səndən ailə qurdum və ya sənin yanında daha çox oldum da. Yəni bu məqamı burada işarə edir, tətiklənir bu məqam. Onun kimi bir xainə inanmamasını deyir. Demək, Arif İbn Yəmini xain adlandırır. Bu vaxt Rənanın atasının xəyalı görünür. Rəna atasının intiqamı alınmadan yaşaya bilməyəcəyini deyir. Atasının xəyalı intiqam istəyir. Burada atasının xəyalı görünür. İntiqam deyə demək bağırır. Rəna atasının qatilini tapana səcdə edəcəyini deyir. Arif ondan qatilin kim olduğunu bilib bilmədiyini soruşur. Rəna İbn Yəminin qatili tapacağını söyləyir. Arif ona bunun hiylə olduğunu, onu dinləməməsini deyir. Bu bir növ Arifin təxminidir. Deyə bilərik ki, Arifin təxmini əsərin sonlarına yaxın doğru çıxır. Həqiqətən də İbn Yəminin bu hiləsi idi də. Qatil tapan gəlib, elə qatili özü idi də. Bu vaxt Xavər əlində su ilə gəlir. İbn Yəmin, Çavuş da gəlirlər. İbn Yəmin su içən Rənaya getmək lazım olduğunu söyləyir. İbn Yəmin qismət olsa onlarda bir neçə gün qonaq olacaqlarını, İxtiyar isə bundan çox məmnun olacağını söyləyir. İxtiyar deyir, Xavər yox. Xavər Rənaya mümkün olsa getməməsini deyir. Arif də bunu təsdiqləyir. Arifin sarsılmış halda stulda oturduğunu görən Xavər ona nə olduğunu soruşur. Arif Rənaya kömək etmək istədiyini deyir. Xavər ondan Rənanı sevib sevməməsini soruşur. Arif onu köhnə bir məhəbbətlə, hörmətlə sevdiyini, yəni dostcana sevdiyini deyir. Xavər ona bu sevginin, baxışın başqa mənası olduğunu deyir. Bədəninin sanki üsyanda olduğunu vurğulayır. Arif isə sən də mənim qədər düşünsəydin ki, İbn Yəmin nələr istəyir? Bütün vicdanın sarsılar, heyrətdən qanın donardı. Bu zaman Vasif yoldaşı kiçik zabit, silahsız və yaralı bir Rus zabiti gətirirlər. Kim gəlir? Vasif, yoldaşı kiçik zabit, silahsız. Demək, gələn kim idi? Vasif idi, bir də yoldaşı kiçik zabit idi. Silahsız və yaralı bir Rus zabitini gətirirlər. Kiçik zabitə Vasif daha taqətinin qalmadığını deyir. İxtiyar onları evinə çağırır. Demək, bunları evinə çağıran İxtiyar idi, Xavər deyil. Arif ya əsir, ya da qaçqın olduğunu deyir. Vasif xəstə, yaralı Rus əskəri olduğunu bildirir. İxtiyar Xavərə yaranı bağlamaq lazım olduğunu deyir. İxtiyarla Xavər yaralının alnını, qolunu sarıyıb içəri aparırlar. Arif Vasifə necə də mərhəmətli olduğunu deyir. Yaralıya harada rast gəldiklərini soruşur. Vasif yolda tapdıqlarını deyir. Kiçik zabit deyir ki, əsir olsa da müalicə olunmalıdır. Arif bütün bəşəriyyət sizin kimi olsaydı bu qədər vəhşət olmazdı deyir. Görürsünüz, Arifin bir növ bəşəriyyətdən narazılığı da burada duyulur. Kiçik zabit Vasifin nə düşündüyünü soruşur. Vasif İbn Yəmin kimi bir xain tapılmazsa bu haldan çıxa bilməyəcəyini deyir. Rənanı yoldan. Demək, bu məqama təkrar baxaq. Vasif İbn Yəmin kimi, İbn Yəminin artıq xain olduğunu Vasif bilirdi. Vasif də demək, Arifin qardaşı idi. Bunlar hələ bir-birini tanımırlar. Hansı qardaşı idi? O Rəna məlumat verdi də bayaqları, demək, Arif haqqında. Orada ailəsi ölür, qalan Ariflə Vasif olur. Sonra Vasif Arifdən aralı düşür və indi görürsünüz, qovuşurlar, amma bir-birini tanımadıqları məqamdır burada. Baxaq, Vasif İbn Yəmin kimi bir xain tapılmazsa bu haldan çıxa bilməyəcəyini deyir. Rənanı yoldan çıxardığını, elə bir dilbərin onun kimi bir alçağa layiq olmadığını bildirir. Kiçik zabit Türk ordusu İrana, Qafqaza köməyə gedərkən Rus ordusu durmaz, önümüzdən çəkilər deyir. Bu məqam kiçik zabitin dilindəndir, Arifin və yaxud da Vasifin dilindən deyil. Demək, burada bəzi məqamlar var ki, imtihana düşür, bəzi obrazların nitqi. Onları sizin diqqətə çatdıracağım. Demək, bu məqam düşən məqamdır. Demək, ağıllı insan milləti şəxsiyyətə satmaz, sata bilməz.
Demək bunu nə deyir? Vasif bu parlaq günümüzdən feyz almamaq necə layiq ola bilər? Ağıllı insan milləti şəxsiyyətə sata bilməz. Vasif isə təəssüf ki, Türk ordusu Hindi, bax bunu deyən Vasif idi. Deyir ki, Türk ordusu Hindi, Əfqanı da tutsa, bütün maneələri yıxsa da, Turan bayrağını Altaylara çıxarsa da, xəyanətlər olduğu müddətdə amalına nail ola bilməz. Demək, Vasif də bir növ ümumi olaraq xəyanətlərdən narazı idi və deyir ki, xəyanətlərin olduğu müddətdə demək, bunlar amalına nail ola bilməzdilər. Kiçik zabit xəyanətlərə bu millət ancaq baxsınmı deyir. Vasif Türk ordusu ölkələri basaraq alsa da siyasətdə məğlub olmuşdur, düşünür. İdraki sönük başçıların avamlığı bu milləti oyuncaq etmişdir deyir. Bir an düşünür və sonra daha kəskin şəkildə Turana qılıncdan daha kəskin ulu qüvvətin mədəniyyət olduğunu vurğulayır. Deyir, Turana qılıncdan daha kəskin ulu qüvvət yalnız mədəniyyət. Bu niqdə Vasifə aiddir. Mən bunu şəxsən blok imtahanında dəfələrlə görmüşəm. Kiçik zabit Arifdən az öncə bilirsiniz də təkrar məqamlar düşür. Arifdən az öncə buradan keçənlərin kim olduğunu söyləyir. Arif bir qızla bərabər atlı bir ərəb zabitinin olduğunu söyləyir. Demək, Arifdən az öncə buradan keçənlərin kim olduğunu soruşan kiçik zabit idi. Vasif deyildi. Arif bir qızla bərabər atlı bir ərəb zabitinin olduğunu söyləyir. Babalara məlumat verəndə Arif idi, Xavər və yaxud da İxtiyar şeyxi deyildi. Vasif kiçik zabitə gecikdiklərini, ovu əldən qaçırdıqlarını deyir. Zabit isə qaçsalar da əllərindən qurtula bilməyəcəklərini deyir. Vasiflə kiçik zabit İbn Yəminin ardınca gedirlər. Arif təəccüb və kədərlə onların arxası ilə baxar. Bu zaman səhnə yenə qaranlıqlaşar və iblis görünər. Arif iblisə acıqlı yenə mi gəldin? Acıqlı deyir ki, yenə mi gəldin? Rədd ol deyir. İblis deyir ki, Arif, uşaq olma. Mənə bax, bu acizliyi burax. Çarpışmaq varkən niyə əsarətdə olasan deyir. Niyə bu qədər əsəbisən? Mən bilirəm ki, Rəna sənin ruhuna hakimdir. Onun əğyarla getməsinə icazə vermə. Arif onu aldatmasına imkan verməyəcəyini, onun xain olduğunu deyir. İblis ona bu inadla pərişan olacağını deyir. Bir gün gələcək, əlbəttə peşman olacaqsan deyir. Ona bir kisə qızıl və tapança verir. Demək, İblis Arifə bir kisə qızıl və tapança verir və ona deyir ki, pərişan olacaqsan, bir gün gələcək, əlbəttə peşman olacaqsan. Demək, bu məqamlar İblisin Arifə olan nitqi idi. Deyir ki, peşman olacaqsan. Demək, peşman olduğundan əmin idi və bir kisə qızıl və tapança verir. Bunları saxlamasını, bunlarla məsul olacağını, şad olacağını bildirir. Demək, təkrar qaydaq, İblis Arifə bu məqamda nə verir? Qızıl və tapança verir. Tapançanı bir dəfə havaya sıxır və bununla qəlbinə qüvvət gələcəyini deyir. Cəbrailin ona səsləndiyini, bunlarsız məqsədə nail olmayacağını bildirir. Arif tapançanı və qızılları yerə ataraq bezgin halda onu qovur. Demək, onlara ehtiyacının olmadığını vurğulayır. Arif bu məqamda tapança və qızılları götürmür. Testdə yazır ki, Arif demək, İblis tərəfindən ona verilmiş tapança və qızılları götürərək məqsədə müvafiq formada istifadə eləyir. Bu məqam təbii ki, səhv məqamdır. İblis yenidən ona aldandığını deyir və qəhqəhələrlə çəkilir. Arif tərəddüd içərisində durur və o mələyin məhv olmasını necə seyr edim deyir. Fəsini götürüb onların arxasınca gedir. Burada o mələyin məhv olmasını deyəndə Rəyananı nəzərdə tutur da. Ona görə də demək, düşür Vasifgilin arxasınca. İblis gəlib məhəbbətin bir gün ədavət doğuracağını, insandakı xislətin, ülfətin sonunda vəhşətə çevriləcəyini, şəfqətin sonunun nifrət, rəhmətin sonunun lənət olduğunu vurğulayır. Keçirik ikinci pərdəyə. Görək ikinci pərdədə hansı məqamlar var. Ərəb zövqündə bəzənmiş bir salon, qarşıda, sağda, solda qapı və pəncərələr görünür. İblis xidmətçi paltarında ətrafı düzəldir. İbn Yəmin gəlir. İbn Yəmin İblisə gedib mollanı çağırmasını tapşırır. Ki, gəlib Rəna ilə onun nikahını qıysın. Görürsünüz, amma Rənanın xəbəri yoxdur bu məqamdan. İblis baş çavuşun bayaq getdiyini deyir. Demək, mollanı çağırmağa gedən kim idi? Baş çavuş. İblis getmir də mollanı çağırmağa. İbn Yəmin ona gəlincə xəbər verməyini istəyir. Demək, İbn Yəmin İblisə deyir ki, baş çavuş gələndə mənə xəbər ver. İblis söyləyəcəyini, Rənanın ona onsuz da razılıq verəcəyini deyir. İbn Yəmin onu acılayır. İblis Rənanın ona onsuz da razılıq verməyəcəyini olmalıdır. Burada verəcəyini səhv edib. Çünki
Rəna təbii ki, İbn Yəminə ərə getməzdi axı. İblis əmrə itaətin borcu olduğunu, təəssüf ki, onu məcbur edə bilməyəcəyini, hökumət eşitsə başına bəla olacağını deyir. Çünki orduya dövlətə xain çıxdığını vurğulayır. Demək İbn Yəmin ona sən vəkil ol, nə istəyirsən onu et deyib çıxır. İblis yalnız məğrur qəhqəhəsi ilə iblisin böyük sənətkar olduğunu, yıxmaq, düzəltmək qüdrətinin olduğunu deyir. Bu vaxt Vasif kiçik zabitlə gəlir bunların demək olduğu yerə. İblis onlardan nə cəsarətlə içəri daxil olduqlarını soruşur. Vasif buranın bir otel olduğunun, sahibinin isə İbn Yəmin olduğunu deyir. Yəni oteldir, ürəyim istəyər gələrəm də, onun sənə nə dəxli var? Məqam demək burada var. İblis onları qovur. Vasif silah çəkərək iblisi vurmaq istəyir. Aha, iblisi vurmaq istəyən kiçik zabit deyildi ha. Vasif idi. Bu məqamda ona kiçik zabit mane olur. Hə burada var o. Hə görsən. Kiçik zabit ona mane olur. Vasif iblisdən babarcılıqlar öyrənin ha. Hamısı test materiallarıdır. Vasif iblisdən Rənanın yerini soruşur. İblis onun İbn Yəminlə evlənəcəyini deyir. Demək, Vasif iblisdən nəyi soruşur? Rənanın yerini soruşur. İblis onun İbn Yəminlə evlənəcəyini deyir. Vasif onun Rənanı aldatdığını. Demək, Vasif ilk dəfə Rənanın iblislə daha doğrusu İbn Yəminlə evlənəcəyini iblisin dilindən öyrənir. Vasif onun Rənanı aldatdığını, lakin o sağ olduğu müddətdə buna imkan verməyəcəyini deyir. Kiçik zabit onun Rənanın sevgilisi olduğunu deyir. Aha, demək, İblis ayaq səslərinin gəldiyini, onların getməsini, birazdan gəlmələrini deyir. Vasif dostuna ən yaxşı yol budur. Gedək birazdan gələrik. İblis yaxın dostumdur. Bu işin həll olmasına kömək edər deyir. Kiçik zabit ümidlərinin yalnız iblisə olduğunu, yoxsa qızın məhv olacağını deyir. İblis tək başına məğrur, hamı zalim da, məzlum da məndən kömək istəyir fikrini söyləyir. Bu vaxt Rəna daxil olur. Demək bu ayaq səsləri kimə məxsus idi? Rənaya məxsus idi. Yəni İbn Yəminə aid deyildi. İbn Yəmin gəlmirdi, Rəna gəlirdi. Rəna gəlir, İbn Yəminin bu ziyafəti niyə təşkil etdiyini soruşur. Demək bu yazığın toydu artıq. Hələ Rənanın xəbəri yoxdur. Gör necə İbn Yəmin demək bir iğrənc təfəkkürlü insan imiş. İblis ona niyə bilmirmiş ki, demək burada nə deyir? İblis ona niyə bilmirmiş kimi davrandığını soruşur. Onların toylarının olacağını, İbn Yəminin nikah üçün əmr verdiyini deyir. Rəna həyəcanlı bu rəzalətin nə olduğunu soruşur. Arifin haqlı olduğunu deyir. İbn Yəminin özünü nə saydığını soruşur. Bu məqamda görürsüz, demək əvvəlki hissələrdə, bayaqki məqamda mən demişdim ki, Arif Rənaya deyir ki, bəs həqiqətən də İbn Yəmin xəyanətkardır. Ona inanmaq olmaz. Burada Arifin bax haqlı olduğunu deyir ki, Arif orada düz deyirmiş. İbn Yəminin özünü nə saydığını soruşur ki, yəni o kimdir mənə deyir toy eləyə mənlə ailə qura. Rəna otaqdan çıxar və Arif daxil olur bu məqamda. Demək birinci Vasiflə kiçik zabit gəlir, sonra Rəna gəlir, sonra indi bu məqamda Arif gəlir. Bura təbii ki, Vasiflə kiçik zabit gedir, Rəna gəlir, sonra Rəna demək gedir, Arif gəlir. Bu məqamda Arif Rənanın getdiyini görüb sarsılır. İblis onun burada hansı cəsarətlə olduğunu soruşur. Eynisini Arifə də deyir. Əvvəlki məqamda biz gördük ki, Vasiflə kiçik zabitə də İblis demək eyni münasibəti göstərmişdi. Arif isə Rənanın getdiyi tərəfi işarə edərək o dilbərdən süzülən ulduzlardan demək aldığını soruşur. İblis ondan dərdinin nə olduğunu aydın söyləməsini istəyir. Arif ondan mərhəmət istəyir. Demək burada Arif iblisdən mərhəmət istəyir. Artıq İblis burada hiss eləyir ki, Arifi yoldan çıxartmağın tam zamanıdır. Çünki eşqin əsarətində olan insanı bir növ burada görsən eşqin əsarətindədir deyə onu aldatmağın daha rahat olduğunu demək İblis duyur da. Rənaya Arifin gəldiyini xəbər verməsini istəyir. Demək, bu istək Arifə aiddir. İblisə deyir ki, Rənaya getdi ki, Arif gəlib. İblis bunun çətin olduğunu, bunun üçün ona ovuc dolusu qızıl lazım olduğunu deyir. Arif onda qızıl olmadığını, sərvətə uymadığını deyir. Aha, demək, İblis bunun əvəzində Rənaya Arifin gəldiyi xəbərini verməyin əvəzində
Bu Arifin istəyi də təbii ki, verməyin əvəzində İblis Arifdən bir ovuz dolusu qızıl istəyir. Aha, gəlin bu məqama baxaq. Düşən məqamdır. Arif ondan qızıl olmadığını və sərvətə uymadığını deyir. İblis ona qəhqəhə ilə, demək birinci bir ovuc qızıl istəyir. İblis ona qəhqəhə ilə qızılı yoxsa silahı olduğunu, onu öldürüb ona qovuşmasını deyir. Arif onu vəhşi sanmamasını deyir. Demək indi isə silahdan danışır. Silah istəyir. Silahı deyir ki, olmadı. Qızılı yoxsa silahı olduğunu deyir ki, silah istəyir. İkinci məqam. Deyir qızılın yoxdursa silahı ver. Onu öldürüb deyir ki, yəni İblis deyir ki, yəni məni öldür silahınla. Get Arifə, demək Rənaya qovuş. Arif deyir ki, məni vəhşi sanma. Görsən vəhşi sanmamasını demək istəyir. Sonra İblis mənalı qəhqəhə ilə o zaman Rənanın ona qismət olmayacağını, buradan çəkilib getməsini, dünyanın qüvvətə, qızıla tabe olduğunu söyləyir. İblis ondan niyə məyus olduğunu soruşur. Arif heç bir şeyin olmadığını deyir. İblis heç bir şey olmasa könlünün olduğunu, könlünü ona, yəni İblisə verə biləcəyini soruşur. Bu oldu üçüncü məqam. Demək birinci ovuz dolusu qızıl istəyir, sonra silah istəyir, sonra könlünü istəyir. Arif isə könlünü Rənaya verdiyini söylər. Deyir ki, mən artıq könlümü Rənaya vermişəm. İblis ətrafa onun şərqin qərarsız, çaşqın, əsəbi avara övladı olduğunu deyir. Arif şərab qədəhini masadan götürüb çox susadığını deyir və ondan su istəyir. İblis onun qədəhini rakı ilə doldurur su əvəzinə. Arif yarı qədəh içir və bunun su deyil, atəş olduğunu söyləyir. İblis ona başqa sürahidən qırmızı şərab verib daha şirin olduğunu söyləyir. Arif onun nə olduğunu soruşur. İblis bunun keşişin göndərdiyini deyir. Arif bir qədər içib həqiqətən dadlı olduğunu, sanki dalğalı, artıq içki təsir edir axı, sanki dalğalı şəfəq olduğunu söyləyir. İndi isə Rənanı çağırmasını istəyir. İblis ondan Rənanı çoxmu sevdiyini soruşur. Arif cibindən siqaret çıxarıb soruşmamasını, könlünə atəş vurmamasını istəyir. Onu uşaqlıqdan sevdiyini söyləyir. İblis daha burada görürsünüz, artıq etiraf edir ki, mən demək Rənanı sevirəm özdə uşaqlıqdan. İblis qapıya işarə edərək Rənanın gəldiyini deyir. Arif onun niyə bu qədər kədərli olduğunu soruşur. Rəna qarşısında Arifi görüb heyrətlənir. Demək, İblis qapıya işarə edərək Rənanın gəldiyini deyir. Rəna gələndə Arif Rənaya deyir ki, niyə bu qədər kədərlisən? Rəna qarşısında Arifi görüb heyrətlənir və onun niyə gəldiyini soruşur. Arif ondan bir şey soruşmamasını, qəlbindən soruşmasını istəyir. Məndən soruşmaq, qəlbimdən soruş. Niyə gəlmişəm? İblis əlindəki kağızların nə üçün olduğunu soruşur. Rəna İbn Yəminin, bu kağızlar kimin idi? Rənanın əlindəki kağızlar idi. Rəna İbn Yəminin bu kağızların məhkum edəcəyini söyləyir. Demək, Rənanın əlində İbn Yəminin xəyanət kağızı var idi. Demək və Rəna ta əvvəldən bu xəyanətləri bilirdi. İbn Yəminin bir növ xəyanətkar olduğunu bilirdi, amma yenə də atasının xatirinə düşünürdü ki, bəlkə də atamın qatilini tapar deyə bir ona ümid bağlamışdı. Deyirdi ki, tapar da bəlkə. Yəni bir növ şans vermişdi də İbn Yəminə. Heç İbn Yəmin də bilmir Rəna demək Rənanın əlində İbn Yəminin özünün ilə xəyanətkar olması ilə bağlı kağız var. Deyəsən bu məqam burada olmalıdır. Gəlin baxaq. Rəna İbn Yəmini bu kağızların məhkum edəcəyini söyləyir. Görsən, deyir ki, bu kağızlarla demək İbn Yəminin bir növ belini sındıracağım. Arif ondan bu xəyanətləri əvvəlcədən bildiyi halda niyə onu müdafiə etdiyini soruşur. Rəna onu aldatdığını, atasının qatilini tapacağını dediyini, sonradan onun xain olduğunu öyrəndiyini bildirir. Arif Rənadan kağızları ondan istəyir. İbn Yəminin cəzalanacağını deyir və gedir. Rəna Arifin ağıllı olduğunu söyləyir. İblis onu 2 nəfərin soruşduğunu deyir. Onlardan birinin adının Vasif olduğunu bildirir. Rəna bu xəbərə sevinir. İblis onların gələcəyini deyir. İbn Yəmin daxil olub İblisdən Rənanın nə söylədiyini soruşur. İblis sevincini göstərdiyini deyir. Demək, İbn Yəmin ondan demək razı olduğunu vurğulayır. Rəna kinayəli təbəssümlə xəstəyə baxmağa gəldikləri halda ziyafətlə rastlaşmalarının qəribə olduğunu deyir. İbn Yəmin onda heç insafın olmadığını soruşur. Onun da əskər olduğunu, qəlbindən yaralı olduğunu deyir. Demək, İbn Yəmin Rənanı aldatmışdı ki, gəl xəstəyə baxmağa gedək. Rəna da qadir deyir ki, xəstəyə baxmağa gəldikləri halda deyir, bu ziyafət nədir məndən? Mən görürəm. İbn Yəmin də qadə deyir ki, səndə heç insaf yoxdur, deyir.
Mən elə özüm əsgərəm. Qəlbimdəki yaralar da elə demək bir növ deyir ki, yəni güya qəlbimdəki yaraları ziyarət eləməyə gəlmişik də. Rəna ondan atasının qatilini tapacağına söz verdiyini deyir. İblis Rənaya onun mümkün olduğunu, belə xoşbəxt gününün ələ düşməyəcəyini deyir. Çavuş sevincək daxil olub qonaqların gəldiyini bildirir. Artıq toya qonaqlar gəlmişdi. İbn Yəmin Rənaya getməsini deyir. Qonaqları qarşılamaq üçün gedir. İblis Rənaya narahat olmamasını, İbn Yəminin onun nə ən itaətkar bəndəsi olduğunu, Rənanı bir daha görə bilməyəcəyini deyir. Rəna otaqdan çıxır. İbn Yəmin Vasif dostu və bir neçə zabitlə gəlirlər. Onları hörmətlə qarşılayır. Vasif dostu olduğunu vurğulayır. Vasifin dostu olduğunu vurğulayır. Vasif bu ziyarətdən çox xoşbəxt olduğunu vurğulayır. İbn Yəmin qonaqlara Vasifi tərifləyir. Bu məqama gəlin baxaq. İbn Yəmin Vasiflə demək dost imiş və bunlar bir neçə zabitlə gəlirlər, onları hörmətlə qarşılayır, Vasifin dostu olduğunu vurğulayır. Demək, İbn Yəmin həmin o qonaqlara Vasifin dostu olduğunu vurğulayır. Vasif bu ziyarətdən çox xoşbəxt olduğunu vurğulayır. İbn Yəmin qonaqlara Vasifi tərifləyir, onun bir ulduza bənzədiyini deyir. Qonaqlardan birinci zabit deyir ki, bu müharibə bir çox igidləri meydandan çıxardı. İbn Yəmin davada müvəffəq olmağın tale və cəsarətlə əlaqəli olduğunu deyir. Birinci zabit bunun necə toy olduğunu soruşur. Məclisi yasa bənzədir. İkinci zabit də onun fikrini təsdiqləyir. Çalğını soruşurlar. İbn Yəmin onlara sifariş verdiyini, birazdan gələcəyini deyir. Demək, çalğını soruşurlar ki, bəs çalğı yoxdur da, musiqi yoxdur, musiqisiz nə məclis? Yasa bənzədirlər. İbn Yəmin onlara sifariş verdiyini, birazdan gələcəyini deyir. Çavuş gəlib rəqqasələrin hazır olduğunu vurğulayır. İbn Yəmin və digər zabitlər sevinir, içəri dəvət edirlər. İbn Yəmin çalğıçılara çalmalarını əmr edir. Zabitlər də məclisə nəşə gəlməsini istəyirlər. Bu bizə lazım deyil. Özünüz oxuya bilərsiniz. Mən oxumayacağam. Rəqqasələr rəqsi bitirmək üzrə ikən Arif 2 nəfər əli silahlı polis işçisi ilə sadəcə bu məqamı belə ümumi məlumat kimi oxuya bilərsiniz də. Ona görə burada qeyd olunub. Rəqqasələr rəqsi bitirmək üzrə ikən Arif 2 nəfər əli silahlı polis işçisi ilə gəlir. Polislər məclisin dağılmasını istəyir. Demək, artıq bura polis basqın eləyir. Arif demək 2 nəfər əli silahlı polis işçiləri ilə içəri gəlir. Polislər məclisin dağılmasını istəyir. Arif onlara İbn Yəmini işarə edir. İbn Yəmin Arifə silah çəkmək istəyir. Polis imkan vermir, onun bu hərəkətlərinin yersiz olduğunu deyir. Arif onun xəyanətinin bəlli olduğunu vurğulayır ki, Arif demək iblisin xəyanətini üzə çıxarmışdı. Nə vasitəsilə? Demək, həmin o Rənada kağız var idi axı. Arif həmin o kağızı götürür gəlir polis bölməsinə, oradan da polisləri götürür gəlir, məclisi bərbad vəziyyətə salır. Demək, məqamda da İbn Yəmin Arifə silah çəkmək istəyir, onda polislər qoymur. Vasif bu dostuna bu anın onlar üçün fürsət olduğunu deyib içəri girmək istəyərkən Rəna ilə razılaşır, Rənaya getmək təklifini edir. Demək, bu məqamda Vasif burada Rənanı görür, Rənanı götürüb aparmaq təklifini irəli sürür. Rəna onun gəlişinə sevinir və getmək istəyir. Bəli, demək, lakin qatili hələ tapmadığını deyib duruxur. Vasif ona əlbət bir gün tapılacağını deyir. İblis gəlib Rənaya fürsət olduğunu deyir. Rəna isə atasının qatilini tapmaq istədiyini söyləyir. Vasif onu aparır. İblis burada bir növaranı qarışdırır da, Rənanı Vasiflə göndərir. Çünki Arifə zərbə vuracaq idi İblis. Arif sevinclə içəri daxil olub Rənanı soruşur. İblis onun bir zabitlə getdiyini deyir. Arif sarsılır. Demək, burada İblis istədiyinə nail olur bir növ. Bu olsun bizim birinci hissəmiz. İblis ona Rənanın hələ də əlində olduğunu söyləyir. Arif onların hansı səmtə getdiklərini soruşur. İblis qarşıdakı xurmalığı göstərir. Arif onların arxası ilə gedir. İblis qəhqəhə ilə onun arxası ilə get, səni bir yığın cinayət gözləyir deyə vurğulayır. Keçirik 3-cü pərdəyə görə burada nə var, nə yox. İxtiyar şeyxin çardağı təsvir olunur. Şeyx xəyala dalmışdır. Payız olduğunu, havanın dumanlı olduğunu söyləyir. Xavər onun yanına gəlir. Xavər yaralı zabitə yarasının sağaldığını, yaradanın mərhəmətli olduğunu söyləyir. Yaralı zabit sağaldıqca kədərinin artdığını, düşüncələrin onu məhv etdiyini, yadına ailəsinin yurdunun düşdüyünü deyir. Hələ sənin kədərin məni daha çox üzür. Çünki mənimlə məşğul olduğun üçün Arifdən uzaq düşdün. Baxın, yaralı zabitə kimi idi? Vasifgilin gətirdiyi zabit idi də. Xavər onun səbəb olmadığını, təsadüfən
Ariflə onu ayırdığını deyir. Təsadüfün onu Ariflə onun ayırdığını deyir. Demək burada demək gəlin hansı məqama baxaq. Yaralı zabit Xavərə deyir ki, mənimlə məşğul olduğun üçün Arifdən uzaq düşdün. Xavər də deyir ki, bunun səbəbi sən deyilsən də, təsadüf Ariflə məni ayırdı. Bu vaxt iki türk zabiti gəlir, ixtiyarı salamlayırlar, onlardan su istəyirlər. İxtiyar onlara sərin su gətirmək üçün içəri keçir. Demək, bunlara su gətirmək istəyən, su gətirən ixtiyar idi, Xavər yox. Xavərlə yaralı zabit kənarda dayanırlar. Zabitlər istidən şikayət eləyirlər. Zabitlərdən biri yaralı zabiti süzərək onun kim olduğunu soruşur. İxtiyar onun əsir olduğunu, müharibədən uzaq olduğunu deyir. Xavər kimsəsiz bir yazığın olduğunu deyir. Zabitlər onun casus olmasından şübhələnirlər. Demək. Yaralı zabitin əsir olduğunu, müharibədən uzaq olduğunu deyən ixtiyar idi, Xavər yox. Xavər də deyir ki, kimsəsiz bir yazığın yazıq idi. Zabitlər onun casus olmasından şübhələnirlər. Yaralı zabit nə rus? Demək, zabitlərin bura gəlməkdə məqsədi nə idi? Su istəmələri, suya görə gəlmişdilər. Yaralı zabit nə rus, nə polyak, nə də casus olduğunu, Kazan türkü olduğunu deyir. Demək, bu Rus, polyak, casus deyildi, sadəcə Kazan türkü idi. Birinci zabit onun başqa millətdən olsaydı, əfini mümkün olacağını, türk olub türkə atəş açmağın daha böyük cəzaya layiq olduğunu deyir. Xavər onu günahkar olmadığını söyləyir, ixtiyar da onun qəlbinin təmiz olduğunu deyir. Yəni, yaralı zabitin. Yaralı zabit kiçik yaşlarından millət üçün zəfər istəyərkən onun asılmasını istəmələrinin çox təəccüblü olduğunu deyir. Lakin onlara zəhmət verməmək üçün tapancasını çıxarıb öz başına tutur. Birinci özünü öldürmək istəyir. İkinci zabit buna ehtiyac olmadığını söyləyir. Onun biləyindən tutur. Bu vaxt içəri qara geyimli ərəb zabiti girir. Sevincək müharibənin bitdiyini söyləyir. Zabitlər təəccüblə necə olduğunu soruşurlar. Ərəb zabiti Bulqarların yolu açdığını, İngilislərin İstanbulu tutduğunu söyləyir. Yaralı zabit onu alçaq adlandırıb susmağını istəyir. Demək, burada hansı məqam var? Ərəb zabiti Bulqarların yolu açdığını, İngilislərin İstanbulu tutduğunu söyləyir. Yaralı zabit onu alçaq adlandırıb susmağını istəyir. Ərəb zabiti isə qəhqəhə ilə o sussa da həqiqətin bu olduğunu deyir. Buna birindən xoş gəlmir də. Demək, digər zabitlər də onun sərxoş olduğunu söyləyirlər. Yaralı zabit əsəbi halda özündən çıxaraq tapancasını çıxarıb ərəb zabitini vurur. Həmin o xəbər gətirən adamı da, yəni ərəb zabitini vurur. Deyir, baxın, indi sərxoşluqdan necə ayılır, deyir. İxtiyar ondan niyə belə etdiyini soruşduqda sadəcə bir bayquşu susturduğunu deyir və zabitlərə əgər edama layiqdirsə buna razı olduğunu vurğulayır, silahını onlara təqdim edir. Birinci zabit ərəb zabitinin sevincinin bir gülləyə layiq olduğunu söyləyir. İkinci zabit istəsə onun müharibədən çox yorulduğunu, istirahətə ehtiyacı olduğunu deyir. Yaralı zabit burada çox durmağın xətalı olduğunu deyir. Ölmək istərkən artıq yaşamaq, vətən xilas etmək istədiyini söyləyir. Vətəni xilas etmək istədiyini söyləyir. Birinci zabit əgər biz yaşarsaq, vətən də yaşayar, deyir. Bu zaman türklərin marşı eşidilir. Demək, burada lirik ünsür var. Testə düşən məqamda yazır ki, demək, İblis faciəsində lirik ünsürlərə yer verilir. Bu təbii ki, doğru məqamdır. Bunu da siz görmüş oldunuz. Burada marş var, bu da sizin demək, öhdənizdə olan bir məqamdır. Oxuyarsınız. Yaxşı, oxuyuram. Oradan səs hiss edirdim ki, müəllim oxuda nə olar. Türk oğlu sözündən dönməz. Məhv olur da sürüklənməz. Həp yüksəlmək dilər inməz. Çarpışar, yaşar. Yurdumuzun arslanları, izlər durur düşmanları. Fırtınalı dənizvari hər coşub daşar. Əngin fəza çardağımız, al şəfəqlər bayrağımız. Qorğu bilməz oymağımız. Haqq için qoşar. Marşı dinlədikdən sonra bunlar gedirlər. İxtiyar yoldan keçən bir cavandan cənazəni göstərərək kömək istəyir. Xavər heç kimdə vicdan, insafın olmadığını deyir. Sonra cənazəni aparırlar. Xavər bütün aləmin iblisə uyduğunu deyir. Bu zaman iblis ağsaqqal abid paltarında görünür. İblis demək burada müxtəlif paltarlarda, qiyafələrdə görünür. Burada bu məqamda da ağsaqqal abid paltarında görünür. İblis insandakı uğursuz nəfsə yalnız iblisin hakim olduğunu söyləyir. Bu vaxt Rəna ilə Vasif təlaşla gəlirlər. Rəna onlardan imdad istəyir.
Vasif isə qorxuya ehtiyac olmadığını söyləyir. Rəna ona dostunun bir güllə ilə necə öldüyünü, bu qədər məğrur olmamağı deyir. Vasif elə bir alçaqdan qorxmadığını söyləyir. Xavər onlardan o xainin kim olduğunu soruşur. Rəna ona sual verməməyi, gizlənmək üçün yer istəyir. Xavər Arifi əlindən alsa, ona kömək edəcəyini bildirir. Demək və içəri aparmaq istəyərkən iblis mane olur. Demək burada hansı məqam var? Xavər Arifi əlindən alsa da Rənaya kömək eləyəcəyini bildirir və içəri aparmaq istəyərkən iblis mane olur. Elə yerdə gizlənsə asanlıqla tapılacağını deyir. Qülbədəki həsrin altındakı balaca qapını göstərir və orada gizlənə biləcəyini deyir. Rəna aşağı düşüb gizlənir, iblis qapağı örtür. Burada haraydı? Bodrum idi. Bodrumda mən türk dilini yaxşı bilmirəm, amma belə başa düşürəm ki, Bodrum demək o dövrdə evlərin zirzəmiləri olurdu. Elə padval deyirlərdi, ona rus sözü deyəsən padval. Həmin o orada balaca bir qapı kimi olurdu. Düşürdün evin zirzəmisinə. O vaxt ki, nənələrimiz, babalarımız ondan zirzəmi üçün istifadə edirdi. Demək, o zirzəmi üçün niyə istifadə edirdilər? Orada bankalar qoyurdular. Nə bilim, turşu filan, kompot falan qoyurdular. İndi də var əslində o evlərdə, amma o fərqli formadadır da. Evin içində taxtanı kəsib qapı düzəltmişlər. İndi evin kənar hissəsi, çöl hissəsindən demək, həmin o evin padvalına giriş mümkündür. Yəni Bodrum dediyimiz evin padvalıdır. Aydındır. Demək bunlar gəlib gizlənirlər padvalda. Vasif isə meşədə gizlənməsini deyir. Onlar getdikdən sonra Arif fəssiz olaraq gəlir. Xavər ona doğru qaçır, lakin birdən dayanır. Arif onda qucağına qaçarkən niyə dayandığını soruşur. Bu sərsəridən niyə ürkdüyünü soruşur. Xavər ona sevgisindən qaçdığını, lakin sevməyənlərin qucağına qaçmağın layiq olmadığını, bunun üçün ürkdüyünü deyir. Arif ondan üzr istəyir.